Mən neçə vaxtı deyirəm də, neçə vaxtı deyirəm, heç birimizin vaxtı olmur. Yaxşı ki, müəllim bizi çağırdı. Yoxsa biz bir yerəyə gələn də öyle idik. Düz. Elədir. Salam aleyküm. Necəsiz? Telefonun üç cevap vermişsiniz. Yok, telefonunuz yoktursa her özə bir tane bu telefondan alın pay verim, cevap verin telefonuma. Yekə kişisiniz, yekə adamsınız, yekə oğlansınız. Sizi mən adam bildim, qohum bildim. Sizi mən istedim kəndə yığam, həftə sonu da bir deyək, gülək, yiyək, içək, bir qırşığımız açılsın, bir eynimiz açılsın. Telefonun üçün cevap vermişsiniz. Ha? Ama Hümbətin adı ilə sizə mesaj yazdım. Ne yaxşı yığışdınız bura həftə içi iş vaxtı. Bilirsiniz niye? Çünkü Qasım kasıbdır. Qasıma heç vaxt işi düşənməz, amma Hümbətə işi düşər. Ona göre yığışmış bura. Yekə oğlansan, xaloğlu bə gördün, bağ belə, bostan belə, səni belə çox istəyirəm, səni belə ürəyimsən, canımsan, ciyərimsən. Nöş gəlmədin? Ha? 2 dənə mələməmiş quzu mələtdim sənin cinayətdə. Nöş gəlmədin? Ay Qasım, bəs şişirtdin də bu boyda da. Bir yubileydi də, görmədik də. Uşaqlara deyərəm, konvertin arasında xəzalətindən çıxarlar da. Konvertin arasında? Ha, o konvertin içine koyduğundan mənim yaram sağalmaz. Mənə siz lazım idi, qohumlarım lazım idi, ətrafım lazım idi, keçmişimi xatırlamaq lazım idi. Nöş gəlmədin? Əmoğlu, sen hamımızdan böyüksən, bəs deyirdin ki, sənin ad günündə belə oynayacağım, belə çıxış eləyəcəm, bağ belə, bostan belə. Sən nöş gəlmədin? Bilirsən, mən danışdım ki, rəğbətlə gələcəm. Düz deyil, danışmışdı. Ne oldu? Bir yerdə gələcəkdi. Səni inandırım, o yol gözümə durdu. Dedim bir də buradan oraya git. Dedi ki, eybi yoxdur da, Qasımla üzləşərəm. Üzü qara qalmaram da yanında. Ayıbdır. Ha? Dediniz Qasımdır da, cebinə pul basaram, sakit oturar yerində. Yekə adamsınız, yekə oğlansınız. Natik, sən nöş gəlmədin? Qaynaton qoymadı? Yok, işi yok idi. Fikirləşdim ki, birdən vacib iş olar. Əlinin altında olun da. Sağ ol Natik. Verdin məni qaynatığın ayağına. Çörəyim oradan çıxıraq. Ola bilər sizin üçün insanın değeri ölçüsü puldur. Ama mənim üçün insanın değeri ölçüsü onun keçmişidir. Mən istəyirdim ki, biz Dədə Baba yurdumuzda oturaq, bir kol qaldıraq, oynayaq, deyək, gülək, keçmişimizə qaydaq. Canım üçün deyirəm, Qasımın canı deyirəm, o ad gün bir bəhanə idi. Nə keçmiş danışsan. Yadımdan çıxıb ki 15-20 nəfər tərs olan bir yerdə yatdığımız həmin o keçmişdə. Bəsdir bu keçmişdən danışdın da. Ora hara, bura hara, bax, gül kimi pulumuz, evimiz, eşiyimiz. Mövsüm müəllim kimi ağsaqqalımız, Allah onun başımızın üstündən əski eləməsin. Çıx da bu keçmişdən də. Qayıt da, gəl burada, çıx bu keçmişdən. Sağ olun. Siz yəqin öyrəşmişsiniz hörməti pulla almağı. Amma yadınızda saxlayın ki, kişinin əsl dəyəri onun keçmişinə qoyduğu hörmətdir. Keçmişə qoyduğunuz da hörmət sizin öz dəyərinizdir. Çox sağ olun. Mən gedim kəndə. Sizə nuş olsun. Hesabınızla bağlamışam. Narahat olmayın. Sizinki onsuz da çaydan oynası deyil. Sağ olun. Lazım deyil. Sakit. Heyif ki məndən böyüksən.